dedi ki, təqlidsiz əməl batildir. Vacibdir ki, təqlid edəyəsən kimisə. Ona görə mən qayıdıb demişdim ki, adını çəkmək istəmirəm. Qum tələbəsinə. Demişdim ki, yaxşı, bu şeyə görə. Birdən sabah İran və Azərbaycan müharibə eləsə. Vallahi bu sualı ona vermişdim, bu şeyə görə. Fəqət fikrini öyrənmək istəyirdim. Özü də fiqh müəllimi idi. Çünki o deyir ki, təqlidsiz əməl batildir. Və İrandakı müctəhidlər fətva versələr ki, hamısı, Azərbaycanda olan şiyələr öz millətinə qarşı vuruşsun, əməl necə olacaq? Təqlid vacib deyə yox. Vallahi dedi ki, təqlid vacibdir. Bəli. Vallahi. Hətta deyir ki, əlbəttə vuruşacaq. Vallahi adını çəkmək istəmirəm. Qum tələbəsi üzünə deyərəm həmin adamın. Dedi ki, bəli, təqlid vacibdir. Bu bir şey nədir? Bu müsibət deyir. Bu hara çağırır? Zombi yox, bu lap dəhşətdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.